Bahalaşma tək kirada deyil, ümumiyyətlə bütün daşınmaz əmlak növlərində, seqmentlərində bahalaşma var. Ən çox Bakı şəhərindədir və ən çox mənzillərədir. Bu deməkdir ki, tələbat yüksəkdir, təkliflərin isə sayı az. Təkliflərin isə sayı azalmağa başladı son illər ərzində tikinti şirkətlərinin fəaliyyətinin azalması ilə bağlı. Ki, bazarda kifayət qədər azaldı təkliflər. Bu baxımdan rəqabət qeyri-balans yarandı rəqabətdə tikinti şirkətləri arasında və onlar qiymətləri qaldırmağa başladılar və hazırda da qıtlıq yaranır daşınmaz əmlakın bütün seqmentlərində. İstər alış üçün, istər icarə üçün. Həlli yolu da yalnız bununla bağlıdır da, yəni ki, nə qədər ki, tikinti şirkətləri bazara çıxmayacağı, böyük həcmdə əmlaklar ərsəyə gəlməyəcək, o ərsəyə gəlməli birdən-birə tikinti şirkəti binanı tikmir, axı illər yapmaq lazımdır. Yaşayış komplekslərinin ərsəyə gəlməsində istehlakçılar mənzilləri alacaqlar, təmir eləyəcəklər, sonra onların bir qismi satış üçün və yaxud da ki, kirayə üçün çıxacaq bazara. Zaman lazımdır bunun üçün. O da əgər aidiyyəti dövlət qurumları bununla bağlı ciddi bir məşğul olsalar, olmasalar yox, yəni qiymətlər tədricən qalxmağa davam edəcək.